Sin xətti ilə arxa genişlik xəttinin kəsişdiyi nöqtədən qol dibi nöqtəsinə qədər olan məsafəni ölçürük və 2 yerə bölürük. 19 bölə 2, 9,5. Və yenidən aşağı hissədə olan məsafəni 2 yerə bölürük. 9,5 bölək 2, 4,75. Bu nöqtədən 1 sm yana doğru keçirik. Bu nöqtədən santı yarım. Və bu nöqtələri birləşdirərək arxa proymanı çəkirik.